Bu qırmızı maşın qabaqda durub yolu kəsib, cəmaət də bunun arxasına yığılıb siqnallayır, hələ bəlkə də söyürlər. Maşının içinə baxanda görürük ki, sürücü başlayıb burada şəkil çəkməyə. Yol nişanında da görürük ki, yazılıb Draw Bridge. Draw şəkil çəkmək deməkdir, bridge də ki, körpü. Sürücü də ona görə elə başa düşüb ki, körpünün şəklini çəkmək lazımdır, ona görə belə bir vəziyyət yaranıb. Əslində amma belə açılıb bağlanan körpülərə drawbridge deyirlər, yəni onların adı drawbridge-dir. Yaxşı, bəs buradakı draw sözü şəkil çəkmək deyilsə, nə deməkdir? Burada nə gəzir? Qədim ingilis dilində draw sözü həm də dartmaq mənasında çəkmək sözünü ifadə edib. Necə ki bizim dilimizdə çəkmək həm şəkil çəkmək deməkdir, həm də bir şey dartıb özümüzə çəkmək. Qədim ingilis dilində də draw sözü eyni mənanı ifadə edib və qədim qəsrlərin, qalaların körpüləri də o formada olub deyə onların adı o vaxtdan qalıb drawbridge. Bir də qədimdən qalma qılınc, ox, yay var ki, necə ki bizim dilimizdə deyirik qılınc çəkmək, ox çəkmək, yay çəkmək. İngilis dilində də qılınc çəkməyi deyəcək ki, to draw a sword. Yaxşı, bəs qılıncın şəklini çəkmək istəyirik, onda nə deyək? Onda da deyəcək ki, to draw a picture of a sword.